Prezident İlham Əliyev Qlobal İnfrastruktur İnvestisiya İdarəetmə Şirkəti Global Infrastructure Partners'in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Ogunlesini qəbul edib. Prezident İlham Əliyev Dövlət Neft Fondu ilə şirkət arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirib. Ölkəmizin uzunmüddətli inkişaf strategiyasına toxunan dövlət başçısı bu xüsusda Global Infrastructure Partners ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Qonaq da öz növbəsində rəhbərlik etdiyi şirkətin hava limanlarının, logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpa olunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib. Görüşdə şirkətin müxtəlif infrastruktur istiqamətlərində həyata keçirdiyi layihələr, qlobal enerji keçidi fonunda formalaşan yeni tendensiyalarla bağlı fikir mübadiləsi aparılıb. Süni intellekt texnologiyalarının tətbiqi üzrə beynəlxalq təşəbbüslərdə əməkdaşlıq məsələləri müzakirə olunub.